Balaca işıq nur varsa, baxışı bəs eləyir, and olsun Allaha, baxışı bəs eləyir. Mənim yaşım keçir yavaş-yavaş, burada cavanlar da var, yaşlılar da var. Mən hər məhərrəmdə, aşurada ümid edirəm ki, həmin o baxışın təsirinə düşüm nəhayət ki. Biz də bir dəfəmlik dəyişək, bir dəfəmlik. Nə qədər olacaq, hər il gələcək bizim sorağımıza, hər il gələcək öz kərvanı ilə qapımızı döyəcək, biz yenidən onu tərk eləyib gedəcək, o növbəti il yenidən gələcək, yenidən gedəcək, yenidən gələcək, nə qədər bizim başımıza dövrə vuracaq. Adam imamınla belə davranmaz. Adam imamını ehtiramla qarşılayar, hörmətlə qarşılayar. Necə ki o kişilər qarşıladılar, hörmətlə, ehtiramla qarşıladılar və onun yolunda fədakarlıq elədilər. Allah bizi bu yolda sabit qədəm eləsin. Dünyada Seyyid-i Şühədanın Kərbəladakı o gözəl məzarının ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləməsin. Balaca işıq nur varsa, baxışı bəs eləyir, and olsun Allaha, baxışı bəs eləyir. Mənim yaşım keçir yavaş-yavaş, burada cavanlar da var, yaşlılar da var. Mən hər məhərrəmdə, aşurada ümid edirəm ki, həmin o baxışın təsirinə düşüm nəhayət ki. Biz də bir dəfəmlik dəyişək, bir dəfəmlik. Nə qədər olacaq, hər il gələcək bizim sorağımıza, hər il gələcək öz kərvanı ilə qapımızı döyəcək, biz yenidən onu tərk eləyib gedəcək, o növbəti il yenidən gələcək, yenidən gedəcək, yenidən gələcək, nə qədər bizim başımıza dövrə vuracaq. Adam imamınla belə davranmaz. Adam imamını ehtiramla qarşılayar, hörmətlə qarşılayar. Necə ki o kişilər qarşıladılar, hörmətlə, ehtiramla qarşıladılar və onun yolunda fədakarlıq elədilər. Allah bizi bu yolda sabit qədəm eləsin. Dünyada Seyyid-i Şühədanın Kərbəladakı o gözəl məzarının ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləməsin.